Salamlayıram, hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə danışacağıq. 44 günlük vətən müharibəsinə gedən yolda aparılan digər döyüşlərdən. Yəni bugün danışacağıq 1994-dən 2020-ci ilə qədər hansı döyüşlər baş verib ardıcıllıqla. İlk öncə 2004-cü il. 2004-cü ildən etibarən biz informasiya müharibəsi elan edirik. İnformasiyada hücum diplomatiyası. Beləliklə biz nə etməyə çalışırıq? Dünya mətbuatında, ictimaiyyətində Azərbaycanın haqlı tərəf olduğunu belə deyək, yaymaqdan ötəri bir sıra belə deyək, beynəlxalq təşkilatların fəaliyyətlərində iştirak etməyə başlayırıq. Beləliklə informasiya müharibəsi neçənci ildə elan olunub? 2004-cü il məqsəd Azərbaycanın haqlı tərəf olduğunu dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Vurğulanır. Deyilir, 1-ci Qarabağ müharibəsi bitmişdi 1994-cü ildə Bişkek protokolu ilə və Bişkek protokolundan bu yana deyək ki, yeni minillikdə ikinci dəfə ən böyük müharibə harda baş verdi? Cavabımız 2010-cu il belə deyək ki, ermənilərin apardığı terror əməliyyatı, ermənilərin ərazi bütövlüyümüzü pozmağa çalışması. 2010-cu ildə ilk dəfə cəbhə boyu istiqamətində ən böyük miqyası, belə deyək, terror törətməyə çalışdı ermənilər. Ərazini pozdular, sərhəd xəttlərini bizə hücum eləməyə çalışdılar. Və 2010-cu ildən bizə uşaqlıqdan bəri demək olar ki, hər birimizin yaddaşımızda əbədi yadda qalacaq bir milli qəhrəman öyrədildi. Mübariz İbrahimov. Mübariz İbrahimov ki, həmin o 2010-cu il Azərbaycanla Ermənistan arasında sərhəd toqquşmaları yaşananda o gecə ilə gecin bir şəkildə düşmənin arxa cəbhəsinə sızaraq düşmənə 100-ə yaxın və 100-dən də artıq belə deyək ki, insan məhv edib. Bir sıra belə deyək ki, hərbi hissədə bir post içərisində mühüm nailiyyətlər əldə eləmiş, daha sonra isə şəhid olaraq Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşdü və biz onun bir yoldaşını da tanırdıq. Onun nəşini geri çıxartmaqdan ötəri onun arxası ilə gedən Fərid Əhmədov. Fərid Əhmədova isə igidliyə görə medalı verilmişdi həmən göstərdiyi fəaliyyətə görə. Bu 2010-cu il toqquşmaları idi. Daha sonra biz vurğulayaq, 1-ci Qarabağ müharibəsindən sonra ilk toqquşma 2010 idi. Bəs ilk ən böyük iri miqyaslı toqquşma neçənci ildə baş veribdi? Söhbət 4 günlük müharibə olan 2016-cı ilin 1-5 aprel tarixlərindən gedir. Tarixə necə müharibə olaraq düşüb? 4 günlük müharibə. 1-ci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan arasında yaşanan ən iri miqyaslı döyüş olubdur. Bu 4 günlük müharibə barədə danışası olsaq, aprelin 1-i düşmənin ərazi bütövlüyümüzü yenə pozması, belə deyək, sərhəd toqquşmalarını, sərhədi atəşə tutması ilə başlayır düşmən və mübarizənin gedişatında Azərbaycan ordusu bir sıra üstünlüklər qazanır. Belə ki, biz Goranboy rayonunun Naftalan şəhərinin mühafizəsini təmin etməkdən ötəri mühüm əhəmiyyətə malik Suqovuşanın Talış kəndi yaxınlığındakı bütün yüksəklikləri işğaldan azad edirik. Talış kəndinin özünü yox, Talış kəndi 44 günlük vətən müharibəsində işğaldan azad olunacaq. Talış kəndi ətrafındakı yüksəkliklər və bu yüksəkliklərin əhəmiyyəti nədən ibarətdir? Naftalan şəhərinin mühafizəsini, ümumiyyətlə Goranboy rayonunun sərhəd ərazisində yerləşən kəndlərin mühafizəsini təmin etməkdə həmin o Talış kəndi ətrafında azad elədiyimiz yüksəkliklərin böyük rolu olur. Bununla yanaşı cənub tərəfdən Cəbrayıl istiqamətində biz bir yüksəklik tuturuq, Lələtəpə yüksəkliyi. Hansı ki, bu Lələtəpə yüksəkliyinin də Azərbaycan üçün çox böyük əhəmiyyəti var idi. 1-ci Qarabağ müharibəsinin gedişatında yadımıza salaq, Horadiz əməliyyatı var idi Heydər Əliyevin dövründə. Həmin əməliyyat nəticəsində nə olmuşdu? Horadiz qəsəbəsi, Füzuli şəhərinin bir neçə rayonu işğaldan azad olunmuş. Həmçinin orada bir kənd var, Cocuq Mərcanlı kəndi. O kənddə işğaldan azad olunmuşdu. Bəs Lələtəpə tutulmasının əhəmiyyəti nədən ibarətdir? Lələtəpənin tutulması nəticəsində aprel döyüşlərinin gedişatında biz nə əldə elədik? Cocuq Mərcanlı kəndini mühafizəyə götürmüş olduq. Həmçində Horadiz qəsəbəsi və onun ətrafındakı bir sıra yaşayış məskənlərinin müdafiəsinin təşkilində mühüm əhəmiyyətə malik olan Lələtəpə yüksəkliyini tutduq. Həmən Lələtəpə yüksəkliyi həmçinin belə deyək ki, Qarabağda yerləşən əsas bu Ağdam, Ağdərə, Füzuli yolu ki var, həmən o yolun belə deyək ki, Azərbaycan hərbçiləri tərəfindən belə deyək, teleskopla görüntülənməsinə və həmən bu yola bizim nəzarət etməmizə də gətirib çıxartdı və beləliklə biz aprel döyüşləri zamanı
Talış kəndi yüksəkliyini, Lələtəpə yüksəkliyini işğaldan azad elədik. Əsas bizim üçün önəmli olan bir yolu nəzarət altına götürdük, hansı ki, oradan ermənilərin Qarabağın daxilində nə iş gördüklərini, nəqliyyat vasitələrinin hara gedib gəldiyini belə deyək, gözlə müşahidə etməyə başladıq. Bu da olsun bu. Aprel döyüşlərinin nəticəsi nə göstərdi dünyaya, Azərbaycana, Ermənistana? Bu sübut olundu ki, Azərbaycan ordusu nəyə qadirdir? Müasir texnikalarla təsis olunur və keçmiş SSR-nin silahları ilə silahlanmış Ermənistandan fərqli olaraq Azərbaycan ordusu daha yüksək irəliləyişə malikdir. Onların, ermənilərin Ohanyan səddi deyə bir belə deyək, mifi var idi ki, Azərbaycanlılar bu Ohanyan səddini yara bilməz. Həmən o sədd 4 günlük müharibə nəticəsində aprel döyüşlərində yarıldı. Düşmən buna iş gözləmirdi. Və bundan başqa ermənilərin məğlub edilməzlik mifi yoxa çıxdı. Onlar məğlub edilməz deyirdilər. Özlərinə uydurduqları bu mif, belə deyək ki, tarixin tozlu səhifələrinə qarışdı. Bununla yanaşı aprel döyüşləri barədə danışdıq. İndi isə digər bir döyüşlərimiz barədə məlumat verək. Düşdü, eybi yox. Davam edək, baxaq. Aprel döyüşləri nəticəsində deməli, Talış yüksəkliyi, Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Azərbaycan ordusu qələbə yönündə hazır olduğunu bizə sübut elədi. İkinci bir məsələ, 2018-ci il Günnüt əməliyyatı. Günnüt əməliyyatı isə Azərbaycan Respublikasının ərazisində yox, Naxçıvan Muxtar Respublikasının ərazisində həyata keçirilibdir. Belə ki, 2018-ci ilin may ayında keçirilən həmin bu Günnüt əməliyyatı nəticəsində Naxçıvan Muxtar Respublikasının Günnüt kəndi və Günnüt kəndi ətrafında yerləşən Ağbulaq, Qızılqaya kimi əsas belə deyək, Azərbaycan tərəfi üçün önəmli olan hündürlüklər ələ keçirilir. Və bununla yanaşı Azərbaycanlılar belə deyək, Ermənistanın ərazisində 11.500 hektara yaxın Azərbaycan əskərləri torpağı ermənilərin işğalından azad etmiş olur. Və beləliklə bu aparılan gündüz əməliyyatının əhəmiyyəti isə ondan ibarət olur ki, Ermənistan tərəfindən Naxçıvana qarşı törədilə biləcək hər hansısa bir təxribatın qarşısının alınmasında əhəmiyyətli strateji yüksəkliklər ələ keçirilmiş olur Azərbaycan qoşunları və həmçinin burada bir yol çəkmişik İrəvan, Gorus, Laçın, Şuşa. Bu istiqamətdə gedən yolu biz həmən Qızılqaya, Ağbulaq yüksəkliklərindən diqqətli bir şəkildə izləyə bilirik. Hansı ki, 44 günlük Vətən müharibəsinin televiziyada yadınızdaydı, ermənilərin Qarabağa nə daşıdığını, nələr etdiyini hamısını biz görürdük. Onların görüntülərini paylaşırdı Milli Müdafiə Nazirliyi öz saytında. Bu görüntülər hardan paylaşılırdı? Həmən bu Ağbulaq, Qızılqaya istiqamət tərəfdən yüksəkliklərdən. Çünki Günnüt əməliyyatının ən böyük uğuru nədən ibarət olmuşdu? Biz İrəvan, Gorus, Laçın və Laçından Şuşaya gedən həmən bu magistral yolun İrəvan, Gorus istiqamətinə nəzarət etmək imkanı əldə eləmişdik. İrəliyək 2020-ci ilə doğru gələk, Günnüt döyüşlərindən danışdıq. 2018-ci ildə ermənilərə aid bir beynəlxalq Soros təşkilatı var. Həmən o Soros təşkilatının da maliyyələşdirilməsi ilə birlikdə Ermənistanda bir çevriliş baş verir. Hakimiyyət dəyişikliyi və hakimiyyətə Nikol Paşinyan gəlir. Nikol Paşinyan və ətrafı gəlir. İlk vaxtlar bunlar bizə belə deyək də sülh məramlı olmaqları barədə danışırlar. Sülh məramlı görüş nümayiş etdirirlər və Azərbaycan tərəfi həqiqətən buna sevinir. Ancaq lakin onlar bir yerdə başlayırlar artıq belə deyək səhvlər buraxmağa. 2019-cu ilin mart ayı. 2019-un martında həmən bu Nikol Paşinyan hökumətinin müdafiə naziri Amerika Birləşmiş Ştatlarında erməni əhali ilə görüş zamanı yeni ərazilər, yeni müharibə şüarı səsləndirir. Və bu artıq ermənilərin müharibədən danışması, belə deyək ki, hər hansısa bir sülhdən danışma kimi bir məsələdən artıq çoxdan uzaqlaşdıqlarını bizə sübut edir. İkinci bir tərəfdən 2019-cu ilin avqust ayı erməni prezidenti bir dənə çıxış edir. Nikol Paşinyan deyir, Qarabağ Ermənistandır, nöqtə. Tamam. 2019-cu ilin oktyabr ayı bizdən cavab gəlir. Beynəlxalq Valday diskusiyasında iştirak edən İlham Əliyev çıxışında yekunlaşdıran zamanı bildirir. Qarabağ Azərbaycandır və Nida və beləliklə belə deyək ki, qarşılıqlı atışmalar başlayır və Azərbaycan da öz belə deyək ki, tərəfini, öz fikrini nümayiş elətdirir. Lakin proses belə qalmır.
2020-ci ilin mayında ermənilər daha bir qondarma hərəkətə imza atırlar. Nikol Paşinyan Şuşada Cıdır düzündə rəqs edir. Hansı ki orada yeni belə deyək hökumət yaradır. Dağlıq Qarabağ Artsaq Respublikasının hökumətini yaradır. Parlament seçkilərini həyata keçirirlər dırnaqarası və bunu Şuşada Cıdır düzündə qeyd edirlər 2020-ci ilin may ayında. Və cəmi 1-2 ay keçdikdən sonra 2020-ci ilin iyul ayları. İyulun 12-si 23 aralığında böyük bir təxribat, Tovuz döyüşləri hadisəsi baş tutacaq. Tovuz döyüşləri haqqında geniş danışaq. Gəldik Tovuza. Ermənistanla sərhəd ərazidir və Tovuzun tutulmasında ermənilər üçün bir neçə əsas məqsəd var. Birincisi, biz öyrənmişdik 2006-2007 Bakı-Tbilisi, Ceyhun, Bakı-Tbilisi, Ərzurum neft və qaz kəmərləri. Və sonra 2017 Bakı-Tbilisi, Qars dəmir yolu xətti. Hamısı hardan gəlir keçir müəyyən hissəsi. Tovuz Qazax bölgəsindən Gürcüstana və oradan isə Azərbaycana keçir. Ermənistan isə məqsədi nədən ibarətdir? Tovuzu tutacaq, həmən bu neft boru kəmərini, qaz boru kəmərini sıradan çıxaracaq və bunun vasitəsilə Azərbaycanın büdcəsinə bir xeyli ziyan vuracaq. Müharibə başlamamışdan əvvəl ermənilərin əsas məqsədi deməli nəymiş? Həmən bu Tovuzu tutmaqla bu neft boru, qaz boru kəmərləri, dəmir yolu xəttini sıradan çıxartmaq və Azərbaycanın büdcəsinə böyük bir ziyan vurmaq. Və lakin bunu bacara biləcəklərmi? Təbii ki, yox. Baş verən Tovuz döyüşləri zamanı biz 12 nəfər hərbiçi, 2 içərisində yüksək rütbəli şəxs bildiyimiz kimi general-mayor Polat Həşimov və bildiyimiz kimi polkovnik İlqar Mirzəyevin itiririk. Və bununla yanaşı, bu hərbiçilərlə yanaşı bir nəfər də mülki şəxsimiz dünyasını dəyişir. Amma bunun qarşılığında düşmənə 100-ə yaxın itki verilir, həddindən artıq texnikaları məhv olunur və Tovuz döyüşlərində, Tovuz təxribatlarında Azərbaycan ordusu qələbə çalaraq ermənilərin bu planın həyata keçirilməsinin qarşısını alır. Biz səhv etmirəmsə az öncə danışanda aprel döyüşlərində şəhidlərimizdən bəzilərinin adını çəkmədik, gəlinindən vurğulayaq, yaddan çıxmamış. Aprel döyüşləri milli qəhrəmanlarından biz tanıyırıq Murad Mirzəyev. Bundan yanaşı aprel döyüşləri milli qəhrəmanlarından biz tanıyırıq Samit İmanov. Aprel döyüşlərindən canlı çıxan, qazi olan bizim varımız Şükür Həmidov. Hansı ki o Şükür Həmidov barədə danışanda vurğulayacaq. 44 günlük vətən müharibəsində öz rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Şükür Həmidov Qubadlı rayonundan olubdur. Həmən rayon uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Beləliklə, aprel döyüşlərinin milli qəhrəmanları sual verildiyi zaman kimlərdir? Şükür Həmidov, Murad Mirzəyev və Samit İmanov. Tovuz döyüşləri qəhrəmanlarından isə siyasi sabit heyətindən desələr, cavabımız təbii ki, başda general-mayor Polat Həşimov və polkovnik İlqar Mirzəyev ki, hər ikisi milli qəhrəman adına layiq görülmüşdür. Bununla yanaşı aprel döyüşlərində bizim bir Pəncəli Teymurov adlı bir kəşfiyyatçımız da var ki, hansı ki onun barədə sizin kitablarınızda mənbələrdə verilir ki, öz toyunda özünə Azərbaycan bayrağına sarılaraq Azərbaycan bayrağına sarılmış tabutda dəfn olunmağını özünə arzu eləmişdir, özünə şəhidlik istəmişdir öz toyunda. Bu böyük bir, belə deyək ki, Azərbaycan kişisinin, Azərbaycan əsgərinin ən böyük arzusuydu və bu da bizim millətçiliyimizdən, öz dövlətimizi, vətənimizi sevməyimizdən bizə xəbər verir. Belə iyul döyüşlərindən danışdıq. İyul döyüşləri nəticəsində düşmənin Bakı-Tiflis dəmir yolu xəttləri olsun, Bakı-Tiflis, Ərzurum, Ceyhan, neft və boru kəmərlərini ələ keçirmək planı suya düşür. Və bununla ermənilər yenə işi bitirirlərmi? Xeyr. 2020-nin avqust ayında ermənilər yeni bir təxribat törətməyə çalışır. Hətta bu dövrdə xəbər gəlir, yayılır ki, Livandan, nə bilim, digər Afrika ölkələrindən, yaxın şərq ölkələrindən Ermənistana muzlu qoşun, ayrıca belə deyək, terrorist qruplar gətirilir, döyüşlərdə iştirak eləsinlər deyə. Lakin 2020-ci ilin avqustunda baş verən təxribatlarda Azərbaycan ordusu qarşısını tam şəkildə alır. Və beləliklə biz gəlib çatdırıq 44 günlük vətən müharibəsinə. Gələk 44 günlük vətən müharibəsi barədə danışaq. 2020-ci il, bildiyimiz kimi 27 sentyabr 44 günlük vətən müharibəsi başlayır. 44 günlük vətən müharibəsinin ərəfəsinin əvvəlində baş verən əməliyyatlarda Azərbaycanın bir taktikası var idi. Qarabağ mücrüsü əməliyyatı. Bu əməliyyatlardan danışaq. Qarabağ mücrüsü nə idi? Antoni
adlı bir təyyarə növü var idi ki, hansı ki keçmiş köhnə təyyarələrdir və mən bu təyyarələri belə deyək, üzərində Azərbaycan hərbi mühəndisləri işləyərək onları pilotsuz uçuş aparatlarına çevirir. Yəni bu funksiyaları da ona əlavə edir və həmçinin içərisində yüksək miqdarda partlayıcı maddələrlə doldururlar. Məqsəd düşmənin nəzarət elədiyi hava üstünlüyünü Azərbaycan lehinə çevirməkdən ibarətdir və bunun üçün həmin təyyarələr havaya buraxılır. Düşmən hava hücumundan müdafiə qurğuları həmin təyyarələri Azərbaycan ordusuna aid qırıcı təyyarələr filan hesab edir və onları vurur. İş orasındadır ki, həmin atəş açılan zamanı həmin o ermənilərin hərbi hava qüvvələrindən hücumundan müdafiə qoşunlarının yeri bir-bir görsənir bizə. Və biz isə PUA-larla, yəni pilotsuz uçuş aparatları vasitəsilə Haroplarla, İsraildən aldığımız, Türkiyədən aldığımız TBM-2-lər, Bayraktarlar və Azərbaycanın öz istehsalı olan dronlarla birlikdə düşmənin həmin bu hava qüvvələrindən müdafiə qoşunlarının hamısını yerinə təsbit edib vurur. Və beləliklə müharibənin ilk başlanğıcı vaxtında Qarabağ mücrüsü əməliyyatı nəticəsində Qarabağ havası tam şəkildə Azərbaycan şahinlərinin nəzarəti altına keçir. Hava üstünlüyü artıq bizimdir. Tamam. Müharibənin gedişatında Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat adlanır Dəmir Yumruq əməliyyatı və Dəmir Yumruq əməliyyatına əsasən düşmən üzərinə iki istiqamətdən hücum olur. Bir, cənub-qərb, digər tərəf isə şimal-qərbdən. Şimal-qərbdən əsas Kəlbəcər istiqamətindən hücumlar olur və buradan ilk günlərdə elə Murovdağ istiqamətində, Murovdağ işğaldan azad olunur. Cənub tərəfdən isə Cəbrayıl və Füzuliyə aid olan belə deyək, Nüzgar kəndi olsun, Qərvənd, Qarxanbəyli kəndləri olsun, digər mühüm strateji əhəmiyyətə malik olan ilk kəndlər işğaldan azad olunur. Və lakin biz müharibənin ilk vaxtlarından düşməni aldatma taktikası yeridirik. Güya ki, bütün qoşunlarımızı şimala cəmləyərək düşmənə belə fikir yaratmağa çalışırıq ki, bizim əsas hücum hədəfimiz yuxarıdan olacaq. Və bunun üçün də oktyabr ayının içində Azərbaycan ordusu nə edir? Talış istiqamətində hücum edərək Tərtərin Suqovuşan kəndini işğaldan azad edir. Oktyabrın 3-ü hara azad olunur? Suqovuşan. Ermənilər buranı Madagiz adlandırırdı. Azərbaycan ordusu buranı tutandan sonra Prezident İlham Əliyev ilə çıxışı ilə birlikdə buranın köhnə adını, Suqovuşan adını bərpa edir. Və oktyabrın 3-ü Suqovuşan alındı. Suqovuşan alınması ilə birlikdə Azərbaycan ordusu şimal-qərbdə mühüm bir üstün bir mövqe əldə elədi. Və ermənilərin nəzərində belə bir fikir yarandı ki, aha, bunlar bizə şimaldan hücum edəcəklər. Və elə bu vaxtı aşağıdan həmləmiz başlayır. Bu vaxt elə cənub-qərbdən Azərbaycan ordusu əsas Füzuli Cəbrayıl istiqamətindən həlledici hücumlara keçir və elə bir gün keçməmiş oktyabr ayının 4-ü Cəbrayıl şəhəri işğaldan azad olunur. İşğaldan ilk azad olunan rayon mərkəzi sual verilirsə haradır? Cavabımız Cəbrayıl. Nə zaman? 2020 oktyabrın 4-ü. Cəbrayıl işğaldan azad olundu. Cəbrayıl işğaldan azad olunandan sonra bir hadisə. Ermənistan hərbi birləşmələri Hadrut istiqamətindən, Füzuli istiqamətindən cənuba aşağı düşür. Cəbrayılə doğru bizim üzərimizə gəlirlər. Məqsəd nədən ibarətdir? Azərbaycan ordusunu Cəbrayıl istiqamətində iki qrupa ayırmaq və iki yerə parçalanmış Azərbaycan ordusunu ayrı-ayrılıqda məğlub eləmək. Və lakin Azərbaycan ordusu bunu bilir, qabaqcadan bunu nəzərində saxlayır və Turan taktikasından istifadə edərək düşməni Cəbrayıl istiqamətində ilə mühasirə alaraq məğlub edir. Və beləliklə ermənilərin əks hücum planı puça çıxmış olur. 44 günlük Vətən müharibəsi zamanı Turan taktikasından istifadə olunubdumu? Cavabımız bəli. Və davam. Oktyabrın 4-ü Cəbrayıl işğaldan azad olundu. İrəliyək. Oktyabr ayının 9-u. Qarabağın qapısı, Şuşanın açarı hesab olunan Pəhləvi dilində iki çay arası mənasını verən Hadrut qəsəbəsi. Hədəf Hadrut qəsəbəsi seçilir. Azərbaycan ordusu Hadruta doğru irəliləyir. Və ilk dəfə Azərbaycan ordusu şəhər tipli bir yerdə, yəni yaşayış məskənində döyüş aparır. Nə zaman? Hadrut qəsəbəsində oktyabr ayının 9-unda. Və oktyabr ayının 9-u nə olur? Hadrut qəsəbəsi işğaldan azad olunur. Hadrutun da işğaldan azad olunması ilə birlikdə Azərbaycan mühüm mövqelərə ələ keçir. Vardı ilə arada bir xeyli məsafəmiz var. Çünki oktyabr ayının 17-sinə qədər Azərbaycan ordusu çox ciddi müqavimətlə rastlaşsa da belə deyək, irəliləyişini davam elətdirir. Və oktyabrın 17-si Füzuli tutulur. Oktyabrın 17-si Füzuli işğaldan azad olundu. Füzulinin işğaldan azad olunması ilə birlikdə Azərbaycan ordusunun
Qubadlıya və Zəngilana doğru gedən əhəmiyyətli yollar Azərbaycan ordusunun nəzarətinə keçir və Füzulinin tutulmasının əhəmiyyəti nədən ibarət olur? Azərbaycan ordusu Qubadlıya və Zəngilana doğru irəliləməkdən ötəri bir imkan əldə eləmiş olur. Və irəliləsin Azərbaycan ordusu oktyabr ayının 18-i Cəbrayılın Xudafərin körpüsü işğaldan azad olunur. Yada salaq 1027 Şəddadi hökmdarı Fəzil ibn Məhəmməd düzdürmü? Xudafərin körpüsünü saldıraraq Şimali Cənublu Azərbaycan arasında ticarət əlaqələrinin, mədəni əlaqələrin möhkəmlənməsinə səbəb olmuşdu. Qayıtdıq. Ümumiyyətlə Cəbrayılın tutulmasının da bir əhəmiyyəti var. Bu hissələr Azərbaycan cənubda hansı ölkə ilə qonşudur? İran. Cəbrayılın tutulması ilə Azərbaycanın İranla olan sərhədinin müəyyən bir hissəsi Azərbaycan ordusunun nəzarəti altına keçirmi? Cavabımız bəli. Çünki Cəbrayıl burada İranı görür. Beləliklə Cəbrayıl rayonunun tutulmasının bir əhəmiyyəti nəymiş? Tez yada saldıq. İlk işğaldan azad olunan deməli rayon mərkəzi miymiş? Bundan da əlavə İranla olan sərhədimizin müəyyən bir hissəsi bunun nəticəsində işğaldan azad olunub. Davam. İrəlilədik oktyabr ayının 20-sinə gələk. Oktyabrın 20-si daha doğrusu. Zəngilan rayonu işğaldan azad olundu. Və 2 gün sonra oktyabrın 22-si Zəngilanın Ağbənd qəsəbəsi var. Həmin Ağbənd qəsəbəsi də tutulur və deyirik. Zəngilanın Ağbənd qəsəbəsinin tutulmasının əhəmiyyəti nədən ibarətdir? Azərbaycan Respublikasının İranla olan bütün sərhəd boyu əraziləri Azərbaycan ordusunun nəzarəti altına keçirilir. Beləliklə İranla olan tam sərhəd nəzarəti yenidən Azərbaycan Respublikasının nəzarətindədir. Hansı hadisə ilə götürəsiz? Zəngilanın Ağbənd qəsəbəsinin oktyabrın 22-sində azad olunması. İlk dəfə İranla sərhədimizin işğal altında qalan ərazisinin bir hissəsi azad olundu. Nə zaman? Cəbrayıl oktyabrın 4-ü. Tam şəkildə bərpa olundu İrandan sərhəd. Oktyabrın ayının 22-si Ağbənd qəsəbəsi. Tamam. Zəngilanın azad olunması ilə birlikdə Qubadlıya da artıq biz rahat bir şəkildə irəliləyə bilərik. Elə deyək. Oktyabr ayının 25-i. Hara işğaldan azad olunur? Qubadlı. Aprel döyüşlərində milli qəhrəman adı alaraq Qazi ləqəbi ilə müharibədən çıxan bir komandirlərimizdən biri olan Şükür Həmidov həmən bu Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Ümumiyyətlə Azərbaycan ordusunun bu istiqamətli hücumlarına Azərbaycan ordusunun general Mais Bərxudarov və həmçinin XTQ Xüsusi Təyinatlı Qoşunun başçısı Hikmət Mirzəyev rəhbərlik eləyirdi. Bunu da yadda saxlayaq. Davam. Hədəf, son hədəf, Şuşa. İrəlilədik. Noyabr ayının 5-nə qədər Azərbaycan ordusu istiqamət götürür Laçına. Şuşa-Laçın yolunun üzərinə çıxır Azərbaycan ordusu. İndi buranı bir qıraqdaydı, artıq buranı təmiz qaratdım. Şuşa rayonu olsun bura. Bura olsun Şuşa-Laçın yolu. Azərbaycan ordusu bir Şuşa-Laçın yoluna qoşun çıxarır və beləliklə nə olur? Şuşa-Laçın yolu uğrunda ermənilər ora əskər yönləndirir ki, qoy buradan Şuşaya girməsinin qarşısına alaq Azərbaycandan. Şuşa Qırmızı Bazar yolu. Burada bir hissə əskər göndərir ermənilər. Azərbaycan ordusu çünki buradan da gəlib Şuşanı mühasirəyə götürməyə çalışır. Qırmızı Bazar hissəsinə də ermənilər bir qism hərbiçi göndərir. Sonra gəldik Daşaltı, noyabrın 5-i. Şuşanın ən alt hissəsi. Daşaltı şəhəri işğaldan azad olunan noyabrın 5-də Daşaltı kəndi və beləliklə Azərbaycan ordusu Şuşanın aşağısında bir xeyli strateji əhəmiyyətli bir bölgə tutur. Və üstə gəl. Sual verilir. Qarabağ, 1-ci Qarabağ müharibəsindəki Daşaltı əməliyyatı ilə 2-ci Qarabağ müharibəsindəki Daşaltı əməliyyatının fərqi nədən ibarət? 1-ci Qarabağ müharibəsində Daşaltı əməliyyatı belə deyək, xainliyə görə, satqınlığa görə uğursuzluqla nəticələnmişdi və Şuşanı mühasirədən çıxartmaq baş tutmamışdı. Ancaq 2-ci Qarabağ müharibəsində bəli, 2-ci Qarabağ müharibəsində Daşaltı əməliyyatı uğurla nəticələnir və noyabrın 5-də Azərbaycan ordusu buranı ələ keçirir. Bundan yanaşı Azərbaycan ordusu Ağdam, Ağdərə istiqamətində də bu dövrdə yürüşlərini davam etdirərək erməniləri 4 bir yandan sıxır. Ermənilər ordularını neyiniflər? 4 yerə parçalayıblar və bu Şuşa şəhərindəki müdafiəni bir xeyli zəiflədir. Və Azərbaycan ordusu indi ermənilərin heç təxmin etməyəcəyi bir şeydir. Nə Şuşa-Laçın yolundan, nə Şuşa Qırmızı Bazar istiqamətində, Ağdam, Ağdərə istiqamətində dilim dolaşdı. Gəlmir. Azərbaycan ordusu Daşaltı istiqamətindən dağa dırmanaraq 400 nəfər xüsusi təyinatlı qoşunla birlikdə Şuşa şəhərinə daxil olur. Və Şuşa şəhərində əli yalın Azərbaycan ordusu tapanca bıçaqla düşmənə müdaxilə edərək Şuşa şəhərini noyabrın 8-də işğaldan azad edir. Beləliklə noyabr ayının 8-i Şuşa şəhəri işğaldan
azad olunur. Bu dövrdə bizim Gündüz Səfərli adlı bir deməli generalımız neynir? Burada general demək mayorumuz, Gündüz Səfərli mayor XTG-nin buradakı o 400 nəfərin rəhbəri idi. Hücum uğurla başa çatır. Şuşa şəhərində icra hakimiyyətinin binasının ki üzərində bayraq sancılan sərkərdəki var. Həmən o Gündüz Səfərli bayrağı ora sancır. Hal-hazırda polkovnik leytenant rütbəsində olmalıdır, bəlkə də artıq. Və bəli, mayor Gündüz Səfərli və 400 nəfər belə deyək, XTG nümayəndələri ilə birlikdə noyabr ayının 8-də Şuşa şəhərini işğaldan azad edirlər və noyabrın 9-u müharibə başa çatır. Ermənistan kapitulyasiya üç tərəfli bəyanata qol çəkir. Və elə noyabrın 9-u günü Azərbaycan ordusu sonuncu irəliləyişi ilə 71 kənd, bir neçə qəsəbə və bir neçə də strateji yüksəklikləri ələ keçirərək Şuşa şəhəri ətrafında yayılır və beləliklə 2-ci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi noyabrın 9-da Ermənistanın kapitulyasiya aktına qol çəkməsi ilə başa çatır. Biz sizlə bugün danışdıq Azərbaycan-Ermənistan münaqişəsinin başlaması yeni minillikdə 2004-dən düz 2020-ci il 44 günlük Vətən müharibəsinə qədər. Bu bizim üçün birinci hissə olsun, 2 video qarışmasın. İkinci hissədə isə üç tərəfli bəyanatdan və isə gəl Qarabağ işğaldan azad olunandan sonra Azərbaycan Respublikasının gördüyü tədbirlər barədə geniş şəkildə ələ alıb danışacağıq inşallah. Belə. Ümid edirəm video izahatımız sizin üçün açıqlayıcı oldu. Növbəti video izahatlarda o zaman görüşərik. Sağ olun, salamat qalın.